bir tankçı xəstəm olmuşdu. Mən o tankçıya məni maraqlandıran bəzi texniki suallar verdim ki, şuuru aydınlaşsın. Yekunda ona sual verdim ki, bəs tankın içində neçə nəfər olur? Onu da mənə dedi və sonunda mən ona həvəslənib soruşdum ki, sizin bölmədə neçə tank var? Burada artıq o tam şuuru aydınlaşdı. Dedi, doktor, bu hərbi sirdir, bunu sizə deyə bilmərəm. Sizi ruhlandıran bir xəstənin həyat hekayəsini bölüşə bilərsinizmi? Çox xəstələrim olub, çox pasiyentlərimiz olub. Amma onların arasında mənə ən çox təsirləndirən bir tankçı xəstəm olmuşdu. Böyük bizim vətən müharibəsi dövrü mənim çalışdığım Mərkəzi Gömrük Hospitalı hərbi hospital kimi fəaliyyət göstərdi. Çoxlu qazilər, çoxlu yaralılar bizə daxil oldu. Onların böyük bir qismi sağalaraq geri döndü. Bu xəstələr arasında bir tankçı oğlan vardı ki, çox cəbhə bölgəsinə yaxın ərazidə 1-2 dəfə ağır əməliyyat keçirtmişdi. Çox ağır bir durumda bizə gəlmişdi və bizə daxil olarkən də demək olar şuuru ara qalanlıq idi. Mən o tankçıya məni maraqlandıran bəzi texniki suallar verdim ki, şuuru aydınlaşsın. Yəni onun tankın mərmisinin ölçüsündən, hansı məsafəyə atdığından tutmuş bu suallarla onu bir qədər canlandırıb yekunda ona sual verdim ki, bəs tankın içində neçə nəfər olur? Onu da mənə dedi və sonunda mən ona həvəslənib soruşdum ki, sizin bölmədə neçə tank var? Burada artıq o tam şuuru aydınlaşdı. Dedi, doktor, bu hərbi sirdir, bunu sizə deyə bilmərəm. Oğlan 40 gün müddətində ona yaxın ağır əməliyyat keçirtdi və yekunda sağ-salamat biz onu yola sala bildik. Mənim ən çox yadımda qalan bu tankçı oğlandı.